Görün neler yazmışam, yine bir eser yazmışam. Bu halkın taleyindən, dərdindən, gileyindən edim sizlere söhbət, belə olubdu bu dəhşət. 88-ci il aranı qatdılar qəfil, köhnə ədavət ilə, Rusun siyasəti ilə, erməni daşnaqları tutdular torpaqları. Xalqı el obasından, yurdundan, yuvasından eylədilər didərgin, hamı əhvalı gərgin, ayrıldı vətənindən, çölündən, səmənindən. Çox su aralı qaldı, ürək yaralı qaldı, gözlənilməz hal oldu, Qarabağ işğal oldu. Gəldi 90-cı il, soyuq qarlı bir fəsil, Qarbaçovun fitvası, SSR imperiyası, Rus hərbi maşınları, Sovet qoşunları, Sovet qoşunları dinc halini qırdı, sağalmaz yara vurdu. Yanvarın 19'u qanlar əritdi buzu, Bakı tarimar oldu, 20 yanvar oldu. 91-ci ildən Xankəndi getdi əldən, 92 fevralı oldu Xocalı işğalı, 25-i